Həsən müəllim, izləyicimizin belə bir sualı var. Bir xanım həyat yoldaşının qohumlarına xidmət etməyə məcburdurmu? Bismillahirrahmanirrahim. Qeyd edək ki, İslam dini evli qadının ailə üzvlərinə qarşı məsuliyyət və öhdəliklərini təyin edərkən bir sıra ölçüləri nəzərə almışdı. Bu ölçüləri, meyarları nəzərə alaraq deyə bilərik ki, ərin valideynlərinə və yaxın qohumlarına qayğı göstərmək, onlara xidmət etmək xanıma fərz deyil. Lakin cəmiyyətimizdə yayğın olan adət-ənənəyə görə və dinimizin də ümumi prinsiplərinə görə bu əməl müstəhəbdir, yəni bəyəniləndir. Evin xanımının səhhətinə və sağlamlığına zərər dəymədikcə, övladlarına, ərinə və ev eşiyinə qarşı öhdəliklərini aksatmadıqca, ərin yaxın qohumlarına xidmət etməsi Allah dərgahında çoxlu savab qazandıran əməllərdəndir. Dinimiz də bu əməli təşviq etməkdədir. Evə gələn qonaqlarla bağlı da yenə İslam dininin təlimatlarına əsasən deyə bilərik ki, həyat yoldaşının yaxın nəzirlərini qonaq qəbul etmək və onlarla səxavətli davranmaq Rasulullahın sallallahu aleyhi və səlləmin hədislərində təqdirlə anılmaqdadır. Lakin İslam dini qonaqlıqla bağlı da bir sıra əhkamlar və ədəblər təyin etmişdir. Burada qonağın ev sahibinə çətinlik yaratmaması, onu hövsələdən çıxartmaması əsas meyar olaraq götürülə bilər. Və sallallahu əleyhi və səyyidina Muhammed.